İmam Razadan nəql olunmuş hədisdə deyilir: kədərləndiyiniz və pərişan olduğunuz zaman əlinizə yaqut qaşlı üzük taxın. Bu sizin işlərinizdə müvəffəq olmanıza köməklik edər. İmam Sadiqdən nəql olunmuş hədisdə deyilir: firuzə qaşlı üzük taxan şəxsin ruzisi bol, gəliri isə bərəkətli olar. Həsən İbni Əli Mehrandan nəql olunmuş rəvayətdə deyilir: bir gün İmam Musanın barmağında firuzə qaşlı üzük gördüm. Üzüyün qaşında Allah malikdir, sahibdir sözləri yazılmışdır. Mən üzüyə çox nəzər saldırda İmam Musa məndən bunun səbəbini soruşdu. Dedim: eşitdiyimə görə belə bir üzük Həzrət Əlidə də olmuşdu. İmam Musa məndən soruşdu: sən o üzüyü tanıyırsanmı? Cavab verdi: xeyr. Sonra İmam Musa buyurdu: bu elə həmən üzüydü. Gördüyün bu firuzə qaşını Cəbrail Həzrəti Peyğəmbərə cənnətdən gətirilmiş və Peyğəmbər sonralar onu Əliyə bağışlamışdı. Əli əleyhissalamdan nəql olunmuş hədisdə deyilir: bir gün Həzrəti Peyğəmbər barmağındakı Yəmən cəzəyini çıxarıb mənə verdi və sonra buyurdu: al bunu və sağ əlinə tax. Bununla qılınan namaz Allaha təsbih edər. Savabı isə sahibinin əməl dəftərinə yazılar.